Yeni il Gürcüstanda yenə də özünə məxsus şəkildə qeyd olunacaq. ANS-in Gürcüstan bürosundan Nəriman Hüseynovun reportajını təqdim edirik. Ümumilikdə 131 məktəblinin iştirak etdiyi sərgi tullantılardan yeni il yolkası hazırladı ilə keçirilirdi. Final mərhələsinə adlaya bilən 35 iştirakçı kağız, plasmas, şüşə və istifadəyə yararsız yüzlərlə müxtəlif ləvazimatlardan hazırladıkları yeni il ağaclarını təqdim etdilər. Təşkilatçıların sözlərinə görə sərgiyə hər il daha artıq insan qoşulur və onların əl işləri ilə bütün şəhər sakinləri və qonaqlar tanış ola bilər. Bu sərgini artıq 3 ildir ki keçiririk. Sərgidə əsas məqsədimiz uşaqların asudə vaxtlarını daha səmərəli keçirmələri və onların xüsusi bacarıqlarını ortaya çıxarmaq, həmçinin onları təmizliyə riayət etməyi öyrətməkdən ibarətdir. Bu aksiyanın şəhərimizin ekologiyasına da xeyirli olduğunu deyə bilərəm. İştirakçılar arasında fiziki məhdudiyyətli və Down sindromlu uşaqlar da yer alır. Hazırlanan qeyri-adi yolkalar arasında daha çox fərqlənənlər isə təşkilatçılar tərəfindən xüsusi qiymətləndirildi. Mənim yolkam ən uğurlu əl işi hesab edildi. Mən bu yolkanın hazırlanmasında bir çox məmulatlardan istifadə etmişəm. Qırılmış boşqab parçaları, limonat bankası, flakon qapaqları, bildiyimiz enerji batareyaları və digər əşyalar görmək olar bu yolkanın üzərində. Aksiyada iştirak edən uşaqlara sertifikatlar və həvəsləndirici mükafatlar da təqdim edildi.